Salam əziz pasientlərimiz. Diş əti qanamalarının yaranma səbəblərinin ən başlıcası diş ətləri və diş daşlarıdır. Bunun olmaması üçün hər 6 aydan bir mütləq şəkildə professional gigiyenik təmizlik olmalıdır. Təbii ki, biz diş macunu seçdiyimiz zaman qiymətinə deyil, diş macununun tərkibinə baxmaq lazımdır. Bu macunların tərkibində ftor, kalsium, maqni və digər komponentlərin olmağı dişlərimizdə gələcəkdə karieslərin yaranma risklərini azaltmış olur. Bəli, dişlərin ağartmağının bəzi növləri var ki, kimyəvi üsullarla ağartmaların bəzi növləri var ki, bunlar dişlərimizin strukturasını zəiflədir və dişlərimizdə gələcəkdə həssaslıqlar ola bilir.